O zamanla hansı ki postsovet dönəmindən bu günə baxdıqda, bu gün Milli Məclisdə oturan hər hansı bir millət vəkillərimiz bu günləri demək olar ki, sizin əmək haqqının yüzdən demək olar ki, siz hardasa heç 1 və 2, 3, 5 faizini alırsınız. Mən elə başa düşürəm ki, onlar 7.000, 8.000, 6.000, 5.000 aldığı halda siz onların hardasa 1 və 10% arasında heç tərənnüm etmir. Sizin baxmayaraq ki, 15 respublikanın arasında təmsil etmək böyük bir məsuliyyət idi. 15 respublika arasında gedib dövləti təmsil etmək böyük məsuliyyət idi. Bu günləri Azərbaycanda hardasa 60-70 rayonun təmsil eləyəcək xırda bir, belə deyim ki, sakinlər adından hansısa tərənnüm etməklə o qədər böyük bir dövlətin büdcəsindən əmək haqqı almaqla vətəndaşa qayğı göstərməkləri göz qarşısındadır. Yəni, çox minnətdarıq ki, vaxtlarını ən azından traktorda, əkinçilikdə, nə bilim, tarlalarda, taxılla bağlı olan taxıl təminatımıza görə vaxt ayırırlar. Ən azından onlar da baxmayaraq bu günləri dövlətimiz tərkibində istər üzümçülüyün inkişafında, istər taxılçılığın, istər pambıqçılıqda, istər əkinçilikdə, istər sağınçılıq və bütün sahələrdə inkişaf göstərirlər. Çox maraqlı orasıdır ki, bu günləri onlar əmək haqqından onlar da narazıdırlar. Onlar da elələri var ki, hətta deyir ki, evimizə biz istənilən mövsümlərdə meyvə almaqda çətinlik çəkirik. Eləsi var, deyir ki, kirayələrdə yaşayırıq. Bu günləri baxmayaraq ki, siz istər Sovet hakimiyyəti zamanında dövləti təmin etdiyiniz halda, bu günlər sizlər özünüz də bir kirayəşin olaraq bir başqasının evində yaşamağınız və o cümlədən qayğıya ehtiyacınız olduğu halda, yəni sizin həyat yaşamınızda, yəni ki, evladınız varmı? Yox. Evladınız da belə yoxdur. Amma bu günləri dövlət qayğısı sizə qarşı yoxdur. Ən azından bu günləri sizə dövlət özü ən azından xidmət etmək üçün hansısa qayğı nöqteyi nəzərindən kimlərsə yönətməli idi ki, sizin qayğınızı çəksin, sizə xidmət eləsin. Sizin ən azından tənha ana nəzəriyyəsi var idi, zamanına görə tənha qadın nəzəriyyəsi var idi. Bu gün tənha qadın olaraq sizi dövlət nədən bu günləri istər səhiyyəmiz, istərsə də nə bilim, o təbibimiz, istərsə də dövlətin hansısa qurumları, əmək və əhalinin sosial müdafiə qurumu belə bunları nəzərə almaq istəmirmi? Yəni görməməzlikdənmi gəlir, yoxsa görməkmi istəmir? Elə biləm ki, görməməzlikdən gəlir. Yəni müraciət etmisiniz heç bir nəticədə? Hər yerə müraciət etmişəm. Məktub yazmışam ki, Ali Sovetə yazmışam. Ondan sonra prezidentə yazmışam. Mehriban xanıma yazmışam ki, mənim təqaüdüm azdır, xəstəyəm, 2-ci qrup əliləm, iynə dərmanımı görmür, kommunal xərcləri görmür. Bəs mən o yemək qalsın o tərəfdə. Kommunal xərcləri gücünə çatdırıram. Və özünüz də hətta can atmısınız, demişsiniz ki, mənim istəyərəm ki, dövlətin hansısa sahələrində sizə yardımcı olam. Yəni ki, fikirlərinizi, öz bildiklərinizi bölüşməkdə. Bölüşmüşəm, hamısı ilə bölüşmüşəm. Məktub yazmışam ki, dəhinə qadınam, 2-ci qrup əliləm, şəkər xəstəsiyəm, müalicələrimi heç çatdıra bilmirəm. Heç dövlət verdiyi cəmi bir dənə dərman verirlər. Bir dənə şəkər xəstəsiyəm, bir dənə dərman verirlər. Nə istəyirdiniz? Əsas istəyirdiniz ki, məsələn, prezident, vitse-prezident, baş nazir Əli Əsədov və o cümlədən Milli Məclisin indiki sədri, hansı ki, Südabə Qafarova, yəni bunlardan, yəni ki, ən azından Südabə Qafarova ki, hansı ki, Milli Məclisdə bugün hansı ki, millət vəkillərinə tərənnüm etdiyi halda onlardan nə istəyirdiniz? İstəyirdinizmi ki, sizin təcrübənizdən yararlansınlar, sizi qəbul eləsinlər? İstəyərdim, niyə istəmiyərdim? İstəyərdim ki, qəbul eləsinlər məni. Təcrübəmin yararlanmaq üçün ən aşağı səviyyədə olan bir iş versinlər mənə. 2 ildə müddət versinlər. Görsünlər ki, orada mən nə xariqələr yaratmışam, nə işlər görmüşəm. Ondan sonra mən iş təcrübəmi yaşayacağam. Yəni, baxmayaraq yaşınızın bu ərəfəsində öz gücünüzə və öz zehnizə, öz bacarığınıza qadirsiniz. Hə, o qədər işləyərəm ki, gecə gündüz işləyərəm.
Azərbaycanımızın çiçəklənməsində mənim də bir az da olsa payım olar. Aha. Bəs istərdinizmi ki, hansı ki çiyin-çiyinə ən azından Heydər Əliyev siyasətinin bir davamçısı olaraq, Heydər Əliyevin zamanında Azərbaycana gəlişində ən azından onu dəstəkləyən bir şəxsiyyət olaraq istəyərdinizmi ki, davamçısı olan İlham Əliyev, istərsə də balaca bizim onun davamçısı olan kiçik Heydər Əliyev, Mehriban xanım Əliyeva və o cümlədən evlatları da kimlər ki var, hər birisi sizin Heydər Əliyeva olan sadiq münasibətləriniz və onunla birgə hansı ki elə sirlər ki var ki, onlar sizin özünüzün aranızda qalıbdır ki, dövlət sirridir. Yəni o şəxsiyyətin yetişdirdiyi, o şəxsiyyətin bir kadrı kimi sizdən ən azından bir görüş təşkil edib, bir tədbirlərdə, bir bayramlarda sizi dəvət edib, hər hansı bir qiymətləndirmə eləsinlər. İstəyərdim. Hansı ilə istəyirlər, görüşə gedərdim, xatirələrimi danışardım. Heydər Əliyevlə o qədər xatirələrim var ki, heç bəlkə də Milli Məclisdə oturanları Heydər Əliyevin görməyiblər də, qabağına getməyiblər də, heç bilmirlər ki, Heydər Əliyev nədir. Mənim xatirələrim o qədər çoxdur onlarla. Amma baxmayaraq, nə İlham Əliyev, Mehriban xanıma da məktub yazdım. Heç cavab olmadı. İlham Əliyevə də yazdım. Hara yazdım, elə qaytardı. Heç demədilər ki, heç olmasa desinlər ki, çatmır, bu sənə səhv eləyirsən, işdən gidəcək. 45 il zəhmət çəkib gecə, ayla, günüz gündən işləməmsən sən. Mən o vaxt işləyəndə kolxozda taxıl eləmək üçün balaca bir binimiz var idi. 60 ton taxılı, 2 qadın dolarvat ailələrini itirmiş qadın, bir də mən vedrə ilə töymüşəm demə, eləmişik ki, kolxozçulara yabancı bitkilərdən təmizlənmiş taxıl verək, üyütsünlər, çörək yesinlər. Da o şeylər yox. 60 tonu çiynimdə töymüşəm. Günüz sahədə işləmişəm, gecə də gəlmişəm, vüm eləmişəm. Vümdə taxıl eləmişəm ki, bizim kolxozun iqtisadiyyatı yaxşı olsun, cəmaatımız heç olmasa onu özlərindən olsun ki, o pis devirlərdə unun çatmayan vaxtı, nə bilim, kolxozun iqtisadiyyatının zəif olan vaxtı özümüzdən olsun onu. Taxıl paylayırdıq kolxoza, taxıl paylayırdılar kolxozçulara. Onu üydürdük, dərman var idi. Onu üydürdük, il boyu onunla çörək yapırıq. Belə çox gözəl bir hissəyə toxundunuz. Bir şey qeyd etmək istərdim ki, siz məsələn deyirsiniz ki, baxmayaraq ki, dövləti təmsil edən bir deputat idiniz, amma buna baxmayaraq fəhlə ilə bərabər gecə-gündüz işləyirdiniz. Bəs bu günləri bizim artıq millət vəkillərimiz demək olar ki, otaqdan çıxmaq istəmirlər və tarlaya da girmək istəmirlər. Ənbə iqtisadiyyatdan danışırlar və Azərbaycanın inkişafından, vətəndaşın qayğısından danışırlar. Yəni bunlar da tövsiyə edərdinizmi ki, ən azından kəndçi olaraq seçicilər arasında, vətəndaşlar arasında olsunlar və vətəndaşın problemlərini aradan qaldırmaq üçün əgər bu günləri küçələr zibillidirsə, onu süpürmək lazımdırsa da, vətəndaş əlinə bir süpürgə götürdükdə, bu da onu tərənnüm edən bir millət vəkili olaraq bir süpürgəni də bu götürsün. Çünki əgər o heylə olarsa, mən elə başa düşürəm ki, vətəndaş da hər zaman öz seçicisini, millət vəkilini daima dəstəkləyər və onun yanında olar. Yəni eyni ilə siz kimi, yəni deyirsiniz ki, gecə-gündüz çalışırdıq ki, ancaq dövlətimiz inkişaf eləsin və hər yerdə öndə gedək. Allah sizləri var eləsin, yaxşı ki varsınız. Mən inanıram ki, tez bir müddətdə sizlərin hansı ki üzləşdiyiniz problemlərlə bağlı, istər tək qadın olaraq sizə qayğı münasibəti, sizin kirayə təminatınız, kommunal təminatınızı nəzərə alaraq və sizin köhnə Sovet zamanından olan təcrübənizi nəzərə alaraq dövlətimiz və dövlətimizin aidiyyatı qurumları bununla bağlı sizlərlə görüş keçirtməyə və o cümlədən sizi hansısa tədbirlərdə diplomla, medallarla tərtib etməyə və təqaüdünüzü dəyərləndirməyə, yəni 45 ilin əmək zəhmətiniz əsnasında dəyərləndirməyə və o cümlədən sizin ziyalı olaraq və o cümlədən Azərbaycanı təmsil edən bir deputat olaraq dəstəkləyib və sizə biganə və laqeyd yanaşmayacaqlar. Çox sağ olun, yaxşı ki varsınız.
Allah sizləri var etsin. İnanırıq ki, sizlərin tez bir müddətində səsinizə səs veriləcək. İnşallah. Çox sağ olun.